Salam əziz şagirdlər, hər vaxtınız xeyir. 21 dekabr tarixində keçirilən sınavın suallarına baxaq. 6-cı sinif riyaziyyat. Deməli, 26-cı sualdan baxaq. 26-cı sualda deyir ki, 3-də n bərabərdir, n-də 7 olarsa, m vur n hasilini tapın. Uşaqlar, biz tənasüb keçmişik. Tənasübdən istifadə edərək m-i n-ə vururam, 3-ü isə 7-yə vururam. M vur n bərabərdir 7 vur 3. M vur n'im də bərabərdir 21-ə. Düzgün variantımız B variantı. Növbəti 27-ci sual. 30% 27 olan ədəd. Uşaqlar, birinci biz deyirik ki, ədəd gəlirsə, kiloqram gəlirsə, manat gəlirsə, nə bilim, yəni kəsirsiz, faizsiz bir ədəd verirsə bizə, 27-ni birinci gələndə vururduq, ikinci gələndə bölürük. Yəni 27-ni bölürük. %30-u da, 30%-i də %30 yazıram. O da bərabərdir. 27 vur 30-da 100. Vurma olanda nə edirdik? Birinci tərəf olduğu kimi, bölmə olanda birinci tərəf olduğu kimi qalırdı. Vurma edirdik bölməni. Sürət və məxrəcin yerini dəyişirdik. Burada da 30-u 10-a ixtisar eləyərəm, 3, 100-ü 10-a ixtisar eləyərəm, 10. 3-ü 3-ə bölərəm, 1 dəfə, 27-ni 3-ə bölərəm, 9 dəfə. 9-u da 10-a vuraram, 90 dəfə D variantı. Sonra 28-ci suala baxaq. Aşağıdakı ədədlərdən hansı 10-da 3 kəsirindən böyükdür? Uşaqlar, birinci məxrəclərinə baxıram. Hamısını məxrəcin bərabərləşir. 10-da 3 deyir, hə? Bunu 2-yə vuraram. Bunu da 2-yə vuraram ki, məxrəc bərabər olsun. Bura oldu 10-da 4. Bu isə 10-da 3 idi. Baxın, böyükü ilə böyükmüş. Məsələn, tutaq ki, buna baxsaq, bunu 2-yə vuracam, bunu 2-yə vuracam. Bunu 3-ə vursam, bunu da 3-ə vuracam. 9 olacaq. Amma mən burada aşağıdan böyüyü istəyirəm. 10-da 1, 10-da 3-dən kiçikdir, olmaz. Məsələn, 2-yə vursam 20 olacaq, 2-yə vursam 6 olacaq, 20-də 6, 26-ya bərabərdir. Olmaz. Deməli, düzgün variantımız A variantı olacaq. 29-cu sual. 12, 16 və 20 yaşlarında 3 qardaş 96 manat pulu yaşları ilə düz mütənasib olaraq bölüşürlər. Ən çox pul alan uşaq neçə manat almış? Uşaqlar, düz mütənasiblikdə isə ümumiyyətlə mütənasib sözü görürüksə, düz, tərs, kalarla işləyəcək. Yəni, düz mütənasib dediyinə görə hamısını toplayırıq. Yanlarına da K yazırıq da. İstəyirsiniz X yazın, amma daha çox K ilə işləyirik biz. Bərabərdir neçə manat? 96. Bunların hər birini toplasaq 12-nin üzərinə 16-sını gəlsək 28, 28-in üzərinə 20 gəlsək 48K. Bərabərdir 96-ya. K da bərabərdir 96-nı 48-ə bölündə 2 dəfə düşər. Deməli, K-yı aldıq 2. Ondan sonra deməli, ən çox pul alan uşağı soruşursa, ən çox baxın, burada yaşı 20 olandır, hə? Deməli, 20-ni də 2-yə vururuq, 40 alırıq. 29, 30-cu sual. Bağa əkilən 68 nar çubuğundan 51-i bitir. 51-i bitir, yəni məsələn də yığırlar, nə bilim, yığırlar. Aha. Bitir, 68, bir dəqiqə. Aha, 68-dir, 51-dən 51-i bilir, qalanları isə quruyur deyir. Onu da 68-dən 51-ini çıxar. Aldıq 17. 17. Deməli, 17-si quruyur. Sonra deyir ki, bağa əkilən nar çubuqlarının neçə faizi quruyur? Uşaqlar, deməli, neçə dənə nar çubuğa əkilib? 68 dənə. Neçə dənəsi quruyub? 17 dənəsi. Bunu belə də yaza bilərik. Vur 100 şəklində də yaza bilərik. Bir dəqiqə. Deməli, nə edirik? 68-ə 100 deyirik. 68-ə yəni hamısına 100. Tamımız da 100-dür. Deməli, qalanları isə quruyur. 17 dənədir. Burada x yazıram. X də bərabərdir. Deməli, x-i 68-ə vuracam. 68 yazıram. 17-ni vuracam 100-ə. Böləcəm 68. Bu da bərabərdir. 17-ni 17-yə böləndə bir dəfə düşər. 68-i 17-yə böləndə deməli düşər 4 dəfə. 4-ü 4-ə bölürəm bir dəfə. 100-ü 4-ə bölürəm 25. 25 düzgün variantım E variantı.
E variantı. Sonra doğru fikri müəyyən edin. Doğru fikri müəyyən edin. Deməli, burada deyir ki, birinci sualda deyir ki, rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a tam bölünür. Bəli, bu qaydamız düzdür. 7-yə bölünən bütün ədədlər 14-ə tam bölünür. Xeyr, 7-yə bölünən bütün ədədlər, məsələn, 7-yə bölünən bütün ədədlər 21. 21 14-ə bölünmür ki. Məsələn, 35. 35 7-yə bölünür, amma 14-ə tam bölünmür. Olmaz. Cüt ədədlər 4-ə tam bölünür. Xeyr. Məsələn, cüt ədəd deyirəm 18. 18 4-ə tam bölünmür. Açıq bucağın dərəcə ölçüsü 360-dır. Xeyr, 180-dir. Toplananlarda 1254 və 234 olarsa, cəm 1688 olar. Xeyr, 1488 olar. 32-ci suala baxaq. 32-ci sualda da deməli, bax, birinci gəlin bu məxrəci həll eləyək. Ortaq məxrəc 8 ilə 3 ortaq məxrəc 24 edər. 24-ü 3-ə bölürəm 8, vururam 1-ə 8. 24-ü 8-ə bölürəm 3, 3. Vururam 1-ə 3. Burada da aldım 24-də 11. Uşaqlar, bunun amma sürətində 1 də vardır. 1 varsa deməli 1-i bölürəm 24-də 11-ə, onu da tərsini yazırıq. C variantı yazırıq. Sonra deyək ki, yaxşı. 33. 7-də 12 kəsirində neçə ədəd 7-də 1 kəsir var? Uşaqlar, belə deyilsə həmişə bölürük. Məsələn, mən deyirəm ki, 6-nın içərisində neçə dənə 3 var? 6-nı 3-ə bölürük, 2 alırıq. Deməli, 2 dənədir. Bu da eyni 10 kimidir. 7-də 12-ni bölürük 7-də 1-ə. Birinci tərəf olduğu kimi qalacaq. 7-də 12. Tərsin yazıram 1-də 7. 1-də 7-də yazılmaz. Bir məxrəcdə 1 yazılmaz, amma hər ehtimala qarşı yazdım ki, başa düşək. 7-lər getdi, qaldı 12. Deməli, 12 ədəd imiş. Yaxşı. Aşağıda kəsirlərdən artma sırasını göstərin. Tamam, kəsirlərimiz budur. 88-də 32, 77-də 14, 55-də 5. Bundan hər birini ixtisar edirəm. 8-i ixtisar edirsəm 4 dəfə, 8-i ixtisar edirəm 11. 7-i ixtisar edirəm 11, 7-i ixtisar edirəm 2. 5-i ixtisar edirəm 1, 5-i ixtisar edirəm 11. Artma deyirsə kiçikdən böyüyə götürürük. Ən kiçiyimiz 1, 2, 4. Onda olacaq deməli 55-də 5, 77-də 14, 88-də 32 C variantı. 35. Aha, bax, bayaqları düzmü tənasüblə eləmişdik. Burada indi həm düz verib, həm tərs verib bizə. Bax, necə? Deyək. Aha, həm düz verib, həm də tərs verib bizə. Burada nə edirik onda? 4 və 7 ədədləri ilə düzdür. Yəni, buna 4K yazıram. Buna 6K yazıram. Bu da deyir 3 ədədi ilə tərs mütənasibdir. 3 deyirsə 3-də 1 yazıram. 3-də 1 K. Uşaqlar, tərs deyirsə elə bir K-yı bölürük 3-ə, düz deyirsə K-yı vururuq 6 ilə 4-ə. Buna toplayırıq, alırıq 248. Yaxşı, buran aldıq 10K. 10K-nın üstünə 3-də 1-in gələndə 3-də 31 eləyir. 3-də 31K. Bərabərdir 248-ə. Yaxşı. K da bərabərdir. K da bərabərdir. 31-ə məxrəcdə yazıram. 248 vur 3 yazıram. O da bərabərdir. 31-ə 31-ə bölürəm. Bir dəfə 248-i 31-ə bölürəm 8 dəfə. 8-i də vururam 3-ə. Eləyir 24. Mənə də deyir ki, böyük ədəd tapın. Böyük deyirsə 6-ya vuracam. 24-ü də 6-ya vuranda 144 D variantı. Növbəti 36-cı suala baxaq. 36-cı sualda deməli mötərizə verilib. Birinci mötərizəni həll eləyəndə vurmanı yazırıq. 1 tam 2-də 1-i çeviririk düzgün olmayan kəsirə. 2-də 3 eləyər. 2-də 3 bunu istəyirəm. 2-də 3. Bunu ixtisar elədik. İxtisar elədik 2-ləri. Qaldı 5-də 3. 1-in üzərinə 5-də 3-ünü gələndə 5-də 5-i 1-ə vururam. 5 üzərinə 3 gəlirəm. 8. 5-də 8 elədim. Ondan sonra nə edirəm? Mötərizənin içinə baxıram. Mötərizənin içində uşaqlar deyirik ki, bura vurmadır, bura bölmədir. Bölmə olanda dedik, vurmaya çeviririk, tərsin yazırıq. 3-də 2-nin tərsin yazıram. 2-də 3 yazacağım.
Sonra ixtisarlayayım. İçlərim getdi, üçlərim getdi, qaldı 5-də 1. Aha, böl 5-də 1. O da bərabər. Yenə birinci tərəf olduğu kimi qalacaq. 5-də 8 vur. 1-də 5. Elə 5 yazır. O da bərabərdir. 8 B variantı. 36 B. Növbəti 37-ci suala baxaq. Funksiyası verilmişdir. X-in hansı qiymətində y bərabərdir 26 olur. Çox qəşəng. Y-in yerinə 26 qoyuruq. Yazırıq. 3x üzərinə gəl 5 bərabərdir 26. 3x də bərabərdir. 26-dan 5-in çıxırıq 21. X də bərabərdir. 21-i də 3-ə bölürük 7. C variantı. 38-ci suala baxaq. 38-ci sualda əbob 63-84-ə hesablanır. Əbob deyirsə, ortaq olanları götürürük. Birinci sayda vuruqlara ayıraq. 63-ü 3-ə 21, 21-i 3-ə 7, 7-ni 7-yə 1. 84-ü yazırıq. 2-yə 42, 2-yə 21, 3-ə 7, 7, 1. Yaxşı, eyni olanları götürürük. Eyni olanları, eyni olanları. 3 var, 7, 7. Başqa eyni yoxdur ki. 3-ü də vururam 7-yə. 21 E variantı. 38-i E aldıq. 39. Deyəcəm, qarşılıqlı sayda ədədlər cütünü göstərən qarşılıqlı sayda ədədlərin əbobu 1-ə bərabər. Yəni, ortaq bölənləri yoxdur. 36 ilə 39-un ortaq böləni 3 olar. 7 ilə 21-in ortaq böləni 7 olar. 14 ilə 63-də 7 olar. 48 ilə 54-də 57-də 3 olar. Amma 44 ilə 49-da eyni bölən yoxdur ki, 44-ü sadə vuruqlara ayırırıq. 2, 11, 2, 2, 11. 49-da amma 7, 7 olur. Yəni, ortaq bölənləri olmur. Deməli, qarşılıqlı sadədir E variantı. Növbəti 40-cı suala baxırıq. 40-cı sualda da deyir ki, ədədlərin 2, 8, 6, 4, 9 ədədlərinin neçə cütü qarşılıqlı sadədir? Bax, neçə cütüdür isə 9, bir dənə 6 ilə qarşılıqlı ortaq bölənlər var da, 3. Qalan heç bir nə yoxdur ki, onda olar 9 ilə 2, 9 ilə 8, 9 ilə 4, 3 dənə. B variantı. 41-ci sualda deyir ki, mənfi 628 və 508 ədədlərin fərqindən 628-dən çıxıram 508-ni. Biz deyirik ki, 2 mənfi ədəddirsə, bu mənfi ədədlər nə edirdik? Qarşıya mənfi yazırdıq, toplayırdıq. 628-in üzərinə 508-ini gəlsəm, 6, 1 yadda, 3, 1 yadda, 1 yadda yox, 11. Olacaq 1136, amma mənfisi ilə 1136. Aha. Sonra deyir ki, hansı ədədi çıxsaq, yəni, deyək, 1136 aldıq, hə? Mənfi 1136. Bu ədəddən deyək, hansı ədədi çıxsaq, yəni x ədədini çıxsaq, mənfi 35 alarıq. X də bərabərdir, mənfi 100, 1136-nın üzərinə gəlirik 35-ini. Biz deyirik, müxtəlif işarəli ədədləri toplayıb çıxmaq üçün işarəsinə fikir vermirik. Böyük ədəddən kiçik ədədi çıxıb, böyük ədədin işarəsini yazırıq. Yəni, 1136-dan 35-ini çıxsam, qalacaq 1, 0, 1, 1. 1101 mənfisi ilə alaq. B variantı. 43-cü sual. X, Y, Z ədədləri natural ədədlərdir və 8x, 6y və 12z olarsa, x, y, z ədədlərinin azalan sıra ilə düzülüş aşağıda variantlardan hansıdır? Azalan deyilsə, azalan. Böyükdən kiçiyə. Uşaqlar, bunları 3-ünə də ortaq vuruq 48 olar. 8-i 6-ya vursam, 8-i 6-ya vursam 48 alaram. 6-nı 8-ə vursam 48 alaram. 13-nü 4-ə vursam 48 alaram. İndi böyükdən kiçik yazısı. Ən böyüyü oldu Y. Sonra oldu 2, sonra Z. Y, 2, Z. D variantı. 42 D. Sonra 43-ə baxaq. 43.
-3,7 və 5,8 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. Tamam. -3,7 deməli götürəcəm -3, -2. Bir dəqiqə cəmi deyir, hə? Üstə gəl, -2, üstə gəl, -1, üstə gəl 0, üstə gəl 1, 2, 3, 4, 5-in özünü də götürürük. Çünki 5,8 5-dən böyükdür. Yaxşı, sonra burada baxıram. Baxın, uşaqlar, islah eləməyi öyrənək. Mənfidir, müsbətdir. Cavab mənə 0 verəcək. Mənfidir, müsbətdir, 0 verəcək. Mənfidir, müsbətdir. Yerdə qaldı 0, 4, 5. Bundan da cəmi 9. C variantı. 44. Y cəmiyyəti x-dən düzmü tənasib asılıdır. Yəni biz siz necə y artanda x də artır. Düzmü tənasibdir. Azalanda o da azalır. X-ə deyə 6 veribdir. X bərabərdə 6, Y bərabər 9 olarsa hansı ifadə doğru olar? Gəlin yoxlayaq. A variantda deyir ki, Y bərabərdir 1,5 x. Yəni X-in qiyməti neçədir? 6. 1,5-i 6-ya vuranda 9 alıram. Bəli, elə düzgün variantım A variantı. Məsələn, bu burslara baxsaq, 2-ni 6-ya vuranda 12 alıram. 9 almıram ki, X yazıb 6-ya vursam 9-da 36 eləyir. Cavab 4 eləyir. 9-da 36-da bizə 4 verir də olmur. 2,5-i 6-ya vuranda 15 alırıq. 15-dəki 15 yox 9 almalıyıq. Olmur. Y x-ə bərabərdir. Xeyr, bərabər deyil. A variantı. 45-ci sual. Ən kiçik sadə ədədlə ən kiçik mürəkkəb ədədin hasilini tapın. Uşaqlar, biz bəzi şagirdlərdə olur ki, içini sadə ədəd götürmürlər. İçini sadə ədəd götürürlər. Ən kiçik sadə ədəd də 1 götürürlər. Amma xeyr, ən kiçik sadə ədədimiz 2-dir. Ən kiçik mürəkkəb ədədimiz 4-dür. Bunların hasili bizə 8 verir. C variantı. 46-cı suala baxaq. 46-cı sualda da 14-dən 15-in çıxanda -1. Bura -1-dirsə, bu da -dirsə müsbət olacaq. 2 mənfi müsbət verir bizə. Onda üstünə 1-in gəlsə, bunu eləyək. 14 oldu. 14, bura 12-dir. 12-dən 14-ün çıxanda -2. Bura da oldu -2. Bu mənfidir, bu da mənfidir da. Onda müsbət olacaq. Bu da gedəcək. 11-in üstünə 2-sini gəlirik, 13. Nəticədə alırıq ki, 10 minus 13, o da bərabərdir -3. D variantı. 46 oldu D variantı. 47 uşaqlar, fəhlələr müəyyən işi 24 saata yerinə yetirirlər. Fəhlələrin sayını 3 dəfə artırsaq, həmən iş neçə saata yerinə yetirər? Baxın, deməli, burada tərs mütənasib asılılıq var. Fəhlələrin sayını 3 dəfə artırırlarsa, saatı 3 dəfə azaltmalıyıq. 24-ü 3-ə bölürük, 8 B variantı. Yaxşı, 47, 48. Biri o birindən bir vahid kiçik olan ədədlərin əkobu 12-dir. Əkob deyəndə, yəni, nə idi? Ən kiçik ortaq bölünən. Bax. Deməli, biri o birindən bir vahid kiçikdir. Biri deməli 3 imiş, uşaqlar. Biri də 4 imiş də. 3 ilə 4-ün əkobu bizə 12 verir. Məsələn, 2-in başqa əkob 12 olan yoxdur ki, bir də 1-lə 12-dir də. Yaxşı, bizə deyir ki, amma bir-birindən bir vahid kiçik olan. Bu ədədlərin cəmini tapın deyirsə, 3-ün üzərinə 4 gəlirik, 7 alırıq, E variantı. 48 E. Məxrəci 19 olan ən böyük düzgün kəsirin məxrəci ilə sürətin fərqini tapın. Bir dəqiqə, düzgün kəsir nə idi? Məxrəc sürətdən böyük olacaq. Məxrəci 19-sa, ən böyük də deyilsə 18 götürürəm. Bundan da fərqi bizə 1 verəcək C variantı. Sonuncu 50-ci suala baxaq. 49 metr parçanın 7-də 3 hissəsi lalə. Burada dayanaq. Bax, görək hələ lalə nə qədər alıbdır. 49-un 7-də 3 hissəsini tapıram. 7-ni 7-yə bölürəm. Bir dəfə 49-u 7-yə bölürəm 7 dəfə. 7 üçünü 21. Aha. Deməli, lalə 21 metr parça alıb. 21. Qalan hissəsini isə Nərmin aldı. Nərmin nə qədər alıb? 49-dan 21-in çıxaq.
28. Aha, Nərmin də 28 metr alıb. Dəqiqə. Lalə Nərmindən neçə metr az parça alıb? 28-dən də 21-in çıxırıq. 7. B variantı. Düzün cavabımız B variantı olacaq.